Salam. Yəqin ki, əksəriyyətiniz xəbərləri oxuyanda bəzən dünyanın sonunun gəldiyini düşünürsünüz, düzdür? Hə, yəni xaos, müharibələr, fəlakətlər. Tamamilə. Və bugünkü dərin təhlilimizdə, belə deyək, biz eyni xaosun yaşandığı çox qədim bir dövrə gedəcəyik. Təsəvvür edin, 2500, bəlkə də 2700 il əvvələ. Çox qarışıq bir dövrə. Bəli. Və əlimizdəki mənbələr, xüsusən də o qədim yaranış kitabı və digər sənədlər mövzumuz haqqında bizə, necə deyərlər, tamamilə şok edici bir mənzərə təqdim edir. Mövzumuz isə Zərdüştdür. Zərdüş peyğəmbər, bəli. Hə, çünki Zərdüş deyəndə hamımızın ağlına dağ başında, ucqar bir mağarada tək başına oturan mistik bir dərviş gəlir. Məsələn, elə Savalan dağında qaranlıqda ocaq yağıyan bir fiqur. Yəqin ki, bu təsəvvür filmlərdən və ya dildən dilə keçən miflərdən yaranıb. Amma mənbələrimiz tamamilə başqa bir hekayə danışır. Elədir və missiyamız da bugün məhz budur, o mifi sındırmaq. Zərdüştün əslində kim olmasını və onun öyrətdiklərinin kör-körənə bir inanc yox, necə böyük bir ilahiyyat elmi olduğunu aydınlaşdıracaq. Özdə bunu bugünkü gündə bu qədər qütbləşmənin olduğu bir vaxtda oxumaq adamı həqiqətən dərindən düşündürür. Sənədlərin birində, yəni giriş kimi verilən hissədə, Fransız tarixçisi Joseph Ernst Renan'ın Roma imperiyası haqqında yazdıqları var. Aha, Neron dövrü məsələsi. Düzdür. 1-ci əsr, qanlı müharibələr, Pompey məhv edən zəlzələlər, vulkanlar, insanlar, yəni o dövrün insanları dəhşət içində idilər. Hər kəs deyirdi ki, vəssalam, dünyanın sonu gəldi. Bugünkü kimi. Eyni ilə. Və mənbə bu tarixi paraleli ona görə çəkir ki, biz anlayaq, bəşəriyyət həmişə zülmətə qərq olanda bir işıq axtarır. Zərdüş də məhz belə bir xaos mühitində insanların bir-birini qırdığı bir dövrdə ortaya çıxıb. Amma çox qəribədir, yəni bu ortaya çıxış heç də göydən düşmə bir möcüzə kimi təsvir edilmir. Baxın, mənim üçün mənbələrdəki ən böyük wow effekti Zərdüştün fiziki portreti oldu. Çox detallıdır, hə? Həddindən artıq. Yəni o dağda filan yaşamırdı. O, indiki Naxçıvan ərazisində, Şaxtaxtada böyük, səsküylü bir şəhərdə yaşayırdı. Özdə palçıq evdə. Və çox kasıb idi. Dəhşətli dərəcədə kasıb. Üzərində cırıq paltarlar olardı. Mətnlər onu təxminən 1 metr 80 santimetr ilə 1 metr 95 santimetr arası boyda arıq, donqar burunlu bir adam kimi təsvir edir. Uzun əl ağacı ilə gəzərdi. Saqqalı da var idi, amma o saqqal, bilirsiniz, baxımsızlıq əlaməti deyildi. Mənbə xüsusi qeyd edir ki, bu onun ululuğunu, yəni maddiyyatdan, o dünyavi rəqabətdən uzaq olduğunu simvolizə edirdi. O bir elm adamı idi əslində. Bax elə o elm adamı məsələsi, onun evində o elmi kəşfləri, vəhiyləri necə alması hissəsi məni lap təəccübləndirdi. Orada çox xüsusi bir oturuş forması təsvir olunur, düzdür? Hə, çox spesifik bir poza. Mənbələr deyir ki, o kiçik bir həsrin üzərində oturardı. Sağ ayağı qatlanmış, sol ayağı isə uzadılmış formada. Arxasında da divara söykəyərdi. Bir dəqiqə, niyə məhz sağ ayaq qatlanmış və sol uzadılmış, bir də deyəsən istiqamət də var idi orada? Bəli. O həmişə cənub-şərqə, yəni otağın qapısına doğru baxardı. Bunun arxasındakı məntiq sadəcə qədim bir yoga pozası deyil. Mətnlərin təhlilinə görə, bu bədənin fiziki və teoloji olaraq kainatın enerji axınları ilə rezonansa girmək cəhdidir. Cənub-şərq istiqaməti işığın, enerjinin otağa daxil olma bucağıdır. Yəni qapıya baxmaq sadəcə kiminsə gəlməsini gözləmək deyil? Qətiyyən, bu gədən işığa, yəni kainatın sirlərinə zehni olaraq açıq olmaq deməkdir. Asimetrik oturuş isə bədəndəki diqqəti oyaq saxlamaq üçündür. O, öz bədənini, belə deyək, kainatın sirlərini qəbul edən bir antenaya çevirirdi. Dəhşətdir. Yəni, adam öz palçıq evində, öz bədəni ilə nəhəng bir daxili laboratoriya qurulmuş. Amma ən kədərlisi odur ki, bu dahi insan doğmaları tərəfindən heç anlaşılmadı. Təəssüf ki, bəli, heç kim onu anlamadı. 40-42 yaşlarında isti bir yay günündə tək başına çıxıb getməyə məcbur oldu. Cənub-qərbə, yəni Urmiya və Təbriz istiqamətinə yola düşdü. Amma bu gediş sonradan Təbrizdən Abşerona qədər uzanan bir yola çevrildi. Və həmin yolda onun bütün o məşhur fəlsəfəsi formalaşdı. Bilirsiniz, burada terminologiya çox vacibdir.
Çünki tarix boyu dillər dəyişdikcə mənalar da təhrif olunub. Mənbədə çox məşhur bir cümlə var. Zər düşdü, zərdən düşdü, ahəstə gəldi. Aha, o məşhur Avesta məsələsi. Tam olaraq. Biz əsrlərdir Avestanı sərt bir qanunlar, qadağalar kitabı kimi tanıyırıq. Amma təhlillər göstərir ki, o söz əslində Avesta deyil, ahəstədir. Həqiqətən, yəni bizim bildiyimiz o farsça ahəstə sözü, rəvanlıq, yavaşlıq. Bəli, harmoniya mənasında. Zərdüşt heç kimi cəzalandırmaq üçün kitab gətirməmişdi. O, kainatın necə rəvan, necə ahəngdar işlədiyini göstərirdi. İndi gəlin o zər sözünə baxaq. Hə, zər həmişə bizdə qızıl və ya od kimi tərcümə olunub. Amma mənbə qəti şəkildə bildirir ki, zər od deyil. Zər çox güclü, işıq, ilahi işıq deməkdir. Və bunu əsas gətirərək, müəlliflər çox cəsarətli bir fikir irəli sürürlər ki, Azərbaycan sözü odlar yurdu deyil, İşıqlar yurdu. eynilə işıqlar yurdu. Biz əsrlər boyu onları atəşpərəst adlandırmışıq, amma onlar əslində işıqpərəst idilər. Ocağa yox, işığa sitayiş edirdilər. Amma baxın, burada mənim üçün biraz, belə deyək, boşluq yaranır. Adi bir insan üçün odla işığın nə fərqi var ki? Yəni tonqal yanır, işıq verir, adam da isinir. Bunu niyə belə kvant fizikası səviyyəsinə qaldırırlar mətnlərdə? Çünki söhbət adi tonqal işığından getmir. Mənbələrin teoloji təhlilinə görə böyük yaradan kainatları yaradarkən özündən ağ işıq səpdi. Ağ işıq. Bəli, və fizikadan bilirik ki, ağ işıq bütün spektrları, bütün məlumatları özündə cəmləşdirir. Bu işığın səpilməsi böyük bir genişlənməyə səbəb oldu. Bugünkü astrofizika buna nə deyir? Böyük partlayış, yəni Big Bang. Düz tapdınız. Big Bang. Zərdüşt deyirdi ki, bu baxdığınız tonqaldakı od, bütün kainatları yaradan o ilk kosmik ağ işığın sadəcə kiçik bir fiziki modelidir. İnsanlar oda yox, o böyük yaradılış mexanizminə səcdə edirdilər. Okey, gəlin bunu biraz da aydınlaşdıraq. Siz deyirsiniz ki, 2500 il əvvəl Zərdüşt astrofizikanı, Big Bang nəzəriyyəsini cəmaata öyrədirdi. Amma o dövrün insanları tarlada işləyən, palçıq evlərdə yaşayan sadə adamlar idi. Onlar bu kosmik mürəkkəbliyi necə anlaya bilərdilər axı? Sualınız çox yerindədir. Təbii ki, o, insanlara riyazi tənliklər öyrətmirdi. Amma mənbələr tarixi bir fakta diqqət çəkir. Zərdüşt Abşerona, yəni Xəzər sahillərinə gələndə, burada tikilən məbədlər sadəcə dua edilən yerlər deyildi. Bəs nə idi? Onlar elm məbədləri, rəsədxanalar idi. Sənədlər qeyd edir ki, uzaq şərqdən, Orta Asiyadan, Hindistandan insanlar bura astronomiyanı, yəni o dövrün dili ilə desək, nücum elmini öyrənməyə gəlirdilər. Zərdüşt elmi kütləviləşdirmək üçün inanılmaz bir metod seçdi. O, astrofizikanı rituallaşdırdı. Rituallaşdırdı. Necə yəni? Məsələn, Novruz bayramı. Aha, Novruz. Mən Novruzu həmişə baharın gəlişi, plov, səməni, tonqal üstündən hoppanmaq kimi bilmişəm. Bunun astrofizika ilə nə əlaqəsi var ki? Mənbələrdəki ən heyrətəmaz hissə də məhz budur. Yaranış kitabına görə Novruz sadəcə əkinçilik bayramı deyil. O, kainatın yaranışının, o ilkin müddətinin xatırlatmasıdır. Kainatlar 6 müddətə məkanlaşdı. 6 günə yox, 6 müddətə. Düzdür. Çünki o vaxt heç günəş də yox idi, gün məfhumu yox idi. 6 böyük kosmik mərhələ və 7-ci müddət sükut oldu. Ahəngin bərqərar olduğu an. Mənbə bu sükut dövrünü 12-18 mart aralığına aid edir. Bir dəqiqə, bəs o boyanmış yumurtalar? Mən uşaq vaxtı sadəcə onları döyüşdürüb yeyirdim. Bunun da bir elmi mənası var. Bəli, mənbə iddia edir ki, boyanmış yumurta kainatın ellipsoid formasını simvolizə edir. Yox bir. Yəni kainatın tam kürə yox, qütblərdən basıq ellipsoid olduğunu o dövrdə bilirdilər. Sürətlə fırlanan obyekti qütblərdən basaraq yumurtavarı formaya salır və o, bu qəliz fizikanı xalqa öyrətmək üçün ən sadə, hər evdə tapılan əşyanı, yumurtanı seçdi. Vay, bu doğrudan da çox ağıllı bir metoddur. Hər kəsin evində kosmosun vizual modeli var imiş. Təkcə o deyil, qədim insanlar bayram süfrəsinə rəngarəng daşlar da yığardılar. O daşlar nə idi bilirsiniz? Planetlər. Bəli, müxtəlif kosmik məkanlar və planetlər. Bir növ günəş sistemini süfrəyə düzürdülər. Hətta o qəbristanlıqlarda və ya məbədlərdə gördüyümüz daş qoç heykəlləri var ha?
Hə, onları həmişə bərəkət, maldarlıq, qoçaqlıq simvolu bilirdik. Amma mətnlər deyir ki, xeyr, o daşqoçlar aqrar simvol deyil. Astronomik hesablamalara görə yerin öz oxu ətrafında fırlanmağa başladığı o ilkin an məhz Qoç bürcünə təsadüf edirdi. Qoç simvolu yerin fırlanma mexanikasının və zamanın başlanğıcının yaddaşıdır. Dəhşətdir. Biz əsrlərdir, necə deyərlər, evimizdə astrofizika nümayiş etdirik, amma xəbərimiz yoxdur. Yaxşı, gəlin bunu biraz da bugünkü günə bağlayaq. Tutaq ki, Zərdüşt bu boyda nəhəng kosmik elmi insanlara öyrədib. Bütün bunların indiki zamanda bu dərin təhlili dinləyib işə gedən insana nə aidiyyəti var? Yəni, niyə biz bunu bilməliyik? Çünki bu elmin mərkəzində ulduzlar və planetlərdən daha çox insan da yanır. Mənbələrin gətirdiyi ən mühüm fəlsəfə budur. İnsanın daxilindəki işıq, onun zəkası, paxlılığı və xeyirxahlığıdır. Yaranış kitabında çox aydın bir xəbərdarlıq var. İcazə verin deyim. Təbii, buyurun. Orada deyilir, əbədi işıqları kainatlarda, varlıqlarda, cisimlərdə pozmaq olmaz. Yəni sənətə, təbiətə, digər canlılara qarşı mehriban olmaq sadəcə olaraq gözəl bir əxlaq deyil, bu kosmik bir zərurətdir. Etdiyin işə işıq gətir prinsipi. Yəni, əgər mən təbiətə zərər verirəmsə, ya da insanlara qarşı qəddarlıq edirəmsə, sadəcə qanunu və ya dini qaydanı pozmuram. Mən kainatdakı o ahəngi zədələyirəm. Tamamilə elədir. Zülmət yaratmaqla sən təkcə öz həyatının deyil, digər qalaktikalarında harmoniyasını pozursan. Çünki hər şey bir-birinə bağlıdır. Sənin daxilində azalan işıq, kosmik ahəngə, o ahəstəyə xələl gətirir. Yəni, bugün etdiyimiz hər bir dağıdıcılıq, meşələri qırmağımız, müharibələr, təbiətə vurduğumuz o dəhşətli zərər, Zərdüştün elmi teologiyasında sadəcə günah deyil, bu kainatın ahəngini pozan fiziki və teoloji bir anomaliyadır. Biz fərd olaraq öz işığımız söndürürük. Bəli. Və biz ahəngi pozduqca xaos yaranır. Söhbətimizin əvvəlindəki o neron dövrünü, vulkanları hatırlayırsınız. Bəşəriyyət öz işığını itirəndə fəlakətlər də qaçılmaz olur. Çox təsirlidir, doğrudan da. Deməli, bütün bunları eşitdikdən sonra bizim özümüzə baxışımız dəyişməlidir. Yaxşı, bəs bütün bunların sonunda mənbələrin bizə verdiyi əsas xəbərdarlıq nədir? Yəni, biz bu işığı itirməyə davam etsək, nə olacaq? Baxın, mənbədə ən son və ən çarpıcı fikir məhz bununla bağlıdır. Orada deyilir ki, böyük yaradan əsrlər boyu xəbərdarlıq etmək və ahəngi bərpa etmək üçün peyğəmbərlər göndərdi. Zərdüşt, İsa, Məhəmməd. O işığı xatırlatmaq üçün, yəni. Bəli. Lakin sənəd qeyd edir ki, bəşəriyyət göndərilənləri heç vaxt vaxtında dərk etmir. İsa'nın çarmıxa çəkilməsini nümunə gətirir və ən sonda çox kəskin bir xəbərdarlıq edilir. Əgər bu dərkiyatsızlıq davam etsə, insanlar qaranlıqda israr etsələr, artıq göndərilənin əvəzinə qiyamət günü göndərilər ən. Göndərilənin əvəzinə qiyamət günü göndərilər. Dəhşətli səslənir, yəni kosmik səbrin tükənməsi kimi. Adamın laq tükləri ürpəşir. Elədir. Çünki ahəng mütləq şəkildə bərpa olunmalıdır. İstər elmlə, istər fəlakətlə. Bilirsiniz, bu təhlildən sonra hər şeyə başqa cür baxırsan, beləliklə sizi dinləyənlərə müraciət etmək istəyirəm. Gələn dəfə bir bayram tonqalına baxarkən, masanızdakı o boyanmış yumurtanı əlinizə alarkən və ya sadəcə gecə göyüzünü izləyərkən özünüzə bu sualı verin. Mən bugün ətrafıma işıq yayıram, yoxsa minilliklər əvvəl Zərdüştün xəbərdarlıq etdiyi o qaranlığın bir hissəsinə çevrilirəm? Bu dərin təhlilimizdən sonra inanıram ki, bu sualın cavabı artıq yalnız fərdi bir inanc məsələsi deyil, həm də kosmik bir elm məsələsidir. Seçim isə sizindir. İşığınızı qorumaq ümidi ilə hələlik.